Günlük bürc proqnozu 24 oktyabr 2025. Dramatik, romantik narahatlıqlarınız davranışınızı nizamlamanıza ehtiyacınız olduğunu göstərməkdədir. Keçmiş asılılıqlarınız mövcud əlaqələrinizi kölgədə buraxmamalıdır. Romantik vəziyyətinizdə ananızın necə bir rol oynadığını təyin edin. Öz başınıza necə yaşamanız lazım olduğunu fərq etdiyinizdə azad hiss edəcəksiniz. Əlaqələrinizdə elastikliyə ehtiyacınız var, siz ya da yoldaşınız daha çox azadlıq tələb edə bilər. İttifaqınızı inkişaf etdirməyən davranışlarınıza yapışmadan özünüz olun. Əlaqələrinizə dair səbirsiz qərarlardan qaçının. Digərlərinə də arzu etdiyiniz eyni azadlığı təmin edin. Bu dövr ani xarici şərtlər ilə başa çıxma qabiliyyətinizi test edəcək. Əgər dünyadakı yerinizi bilirsinizsə, yaxın fəlakətdən fürsət ortaya çıxara bilərsiniz. Haqqında çox az şey bildiyiniz vəziyyətlərdə hərəkət etməyin. Dəyişikliklərdən necə faydalanmaq lazım olduğunu özünüzdən soruşun. Orta yaş böhranına xoş gəldiniz. Bəli, artıq gənc deyilsiniz. Amma siz həqiqətən yaşlı da deyilsiniz. Dəyişdirə biləcəyiniz şeylərlə başa çıxın, bu sizsiniz. Digərlərinə görə özünüz üçün daha çox çalışmaq lazım olduğu istiqamətində bir qərar alın. Unutmayın, həyatınızın idarəsi sizdədir və onu daha yaxşı vəziyyətə gətirə bilərsiniz. Müstəqil qəribəliyiniz ya da güc üçün ehtiras dolu bir ehtiyac hiss etməniz sizi özünüzün ən böyük düşməni edə bilər. Siyasət və ya texnologiya ilə ehtiyatla davranın. Gözlənilməz şeylər gözlənilir. Artıq yeni şeylər üzərində nəticəsindən əmin olunmayan bir təşəbbüsə girişmək üçün istəkli olacaqsınız. Fərqli tip insanlar sizə fikir aydınlığı gətirəcəklər. Siz özünüz olmaqdan və özünüzü ifadə etmək üçün yeni üsullar tapmaqdan daha az qorxacaqsınız. Yeni mövzular, xüsusilə texniki olanlar sizi həyəcanlandıracaq. Digərləri sizin daha azad davranışlarınızdan zövq alacaqlar. Zehniniz bol xəbərdarlıqlarla başa çıxmaq üçün gecə-gündüz çalışmaqdadır. Fövqəladə şərtlərdə belə sakit düşünməyi öyrənin. Məlumat yığın, ancaq qərarlarınızı təxirə salın. Səyahət dəyərindən daha çox problem yarada bilər. Lazım olduğundan daha çox iş görməyin. İnqilab başlatmadan öz yolunuzla getməyi öyrənin. Hər hansı bir günahkar axtarmadan iradənizi ortaya qoyun. İnsanlarla çalışın. Anlaşılmazlıqları açıqca ortaya çıxarın və bunları həll etməyi öyrənin. İnsanlar sizə atılqanlığınıza və zəkanıza görə hörmət edəcəklər. Dünya görüşünüzün etibarlılığı mühakimə altındadır. Əgər ani narahatlıqlarla qarşılaşsanız, uyğunlaşma təmin etmək üçün zaman ayırın. Həqiqətlərlə mübarizə etməyiniz yalnız daha çox kədərlənmənizə və böyük ehtimalla mədə xorası kimi fiziki problemlərə səbəb olacaq. Həqiqəti olmasını istədiyiniz kimi deyil, olduğu kimi qəbul etməlisiniz. Xəyallar və qəribəliyiniz sizi özünüzün ən böyük düşməni edə bilər. Səyahətlərinizdə gözlənilməz problemlər ortaya çıxa bilər. Narkotik və spirtli içkilərdən istifadə etmək problemlər yarada bilər. Ani hadisələr varlığınızı təhdid edə bilər. Dünyaya baxış bucağınızı dəyişdirəcək köklü dəyişikliklər edin. Həqiqətlərə qarşı üsyan etməyin, ona uyğunlaşma təmin edin. Evinizi daha etibarlı hala gətirin. Fərdiliyinizdən imtina etmədən insanları, xüsusilə nüfuzluları sakitləşdirmək üçün yollar axtarın. Faydalı uzun müddətli dəyişikliklər etmək üçün bu vaxtdan istifadə edin. Dəyişikliklər sizə həyəcan verici gələcək və bu dəyişikliklər həyat keyfiyyətinizi artıra biləcək. Yeni və fərqli mövzular sizin üçün asandır. Hətta sağlamlığınızı inkişaf etdirmək üçün yeni təmrinlər etməyi qəbul edə bilərsiniz. Pis vərdişləri indi buraxmaq asandır. Keyf edin.